Şokoladlı paxlava. Həqiqətən də çox dadlıdır. Hər kəsə hazırlamağı məsləhət görərdim. İndi isə keçək reseptə. Bizə lazımdır 2 ədəd yumurta, 1 çimdik duz, 1 paket qabartma tozu, yarım stəkan qatıq və ya xama, yarım stəkan ilıq süd, yarım stəkan duru yağ. Bunları yaxşı-yaxşı qarışdırırıq. Ümumilikdə reseptdə 3 stəkan yarım un getdi. Mən yavaş-yavaş onu əlavə etdim, ələkdən keçirtdim və 100 qram kakao əlavə edirik. Yaxşı-yaxşı qarışdırıb orta bərklikdə bir xəmir əldə edirik. Son olaraq xəmiri matın üzərində yaxşı-yaxşı yoğururuq. Xəmiri dincəlməyə qoyuruq. İndi isə içlik hazırlayırıq. 100 qram kakos, 300 qram qoz ləpəsi və 100 qram şokolad. Damla şokolad və ya pletka şokolad istifadə edə bilərsiniz. Xəmiri kündələrə ayırırıq. 150 qram 2 böyük kündə edirik. Qalanlar isə kiçik kündələr olur. Xəmiri yayırıq. Bundan sonraki etap adi paxlavadakı kimi də eyni ilə 2 xəmiri altdan yaydım, yağladım və ikinci xəmirdən sonra, yəni ikinci qatdan sonra başladım içlik əlavə edib paxlavamı hazırlamağa. Tam hazır olduqdan sonra belə birinci paxlava formasında bıçaqla izini qoyuruq, sonra isə kəsirik. Üzərinə ən son olaraq yağ çəkirik. Öncədən isilmiş sobada 160 dərəcədə 50 dəqiqə pişməyə qoyuruq. Paxlava artıq pişdi, şərbətini əlavə edirik. Şərbət və ümumilikdə resepti videonun altında qeyd edəcəyəm. Görünüşündən göründüyü kimi dadı da çox gözəl idi. Şokolad sevənlər bu paxlavanı çox bəyənəcək. Mən neçə ildə hazırlamaq istəyirdim. Axır ki bu il qismət oldu. Çox bəyəndik, uşaqlar da çox bəyəndi. İnşallah sizlər də hazırlayarsınız. Videoya aid nə suallarınız olsa rəylərdə verərsiniz. Səhifəmi izləməyi unutmayın. Hələlik Allaha əmanət olun.